Bugün sizə qüvvə hərəkət qabiliyyəti haqqında məlumat verəcəm. Biz bilirik ki, 6 hərəkət qabiliyyətimiz var. Sürət güc, bədənin əyilmə qabiliyyəti, qüvvə, çeviklik və dözümlülük. Bu sadaladığımız hərəkət qabiliyyətlərdən biri də qüvvə qabiliyyətidir. Nədir qüvvə qabiliyyəti? Qüvvə, əzələ təğəllüsü hesabına xarici müqaviməti dəf etmək və ona qarşı dayanma qabiliyyətidir. Və ya da ki, əzələnin yığılması hesabına xarici müqaviməti dəf etmək və ona qarşı dayanma bacarığıdır. Biz bilirik ki, insan bədənində təxminən 600-ə yaxın əzələ vardır ki, bu da təxminən bədən çəkisinin 40%-ni təşkil edir. Və əzələ toxumaları da 3 qrupa bölünür. Saya, ürək və skelet əzələləri. Skelet əzələləri də təbii ki, sümüklərə bağlanaraq insanın yerdəşməsini həyata keçirir. Biz bilirik ki, daha doğrusu əzələ qüvvəsi olmadan insan heç bir hərəkət aktını yerinə yetirə bilməz. Ona görə də deyirik ki, qüvvə bütün hərəkət qabiliyyətləri üçün bazis hesab olunur. Niyə görə? Çünki qüvvə olmadan insan heç bir hərəkəti yerinə yetirə bilmir. Məsələn, mən barmaqlarımı açıb bağlayıramsa, burada bir neçə əzələ iştirak edir. Deməli, qüvvənin təğəllüsü deyəndə biz nə başa düşürük? Yəni, əzələnin yığılması və açılmasıdır. Yığılıb açılmasıdır. Əzələ də nə zaman təğəllüs edir? Dartma rejimində. Dartma rejimində əzələ təğəllüs edir. Qüvvənin iki tərkib komponenti var. Ümumi qüvvə və qüvvə dözümlülüyü. Ümumi qüvvə adından da bəllidir. Burada artıq idmançının ümumi fiziki hazırlığı, yəni və ya da ki, bütün əzələ qruplarının ahəngdar inkişafı nəzərdə tutulur. Daha biri var ki, məsələn, yuxarı ətraflar olsun və ya aşağı ətraflar olsun. Bu ümumidir. Ümumi götürülür. Qüvvə dözümlülüyü. Biz bilirik ki, biz qüvvənin inkişafı üçün həm dinamik, həm də statik hərəkətlərdən istifadə edirik. Və bu zaman əzələ tam yorulana kimi hərəkətlər dəfələrlə icra olunur. Hərəkətlərin də dəfələrlə icra olunması üçün bizə nə lazımdır? Qüvvə dözümlülüyü. Məsələn, turnikdə dartınma qüvvə qabiliyyətini inkişaf etdirir və dinamik hərəkətdir. Dəfələrlə onu yerinə yetirmək üçün bizə qüvvə dözümlülüyü lazımdır. Və ya da ki, turnikdə sallanmaqdır. Hər hansı bir ağırlığı qaldırırsan, baş üzərində saxlayırsan. Həmin ağırlığı saxlamaq üçün bizə nə lazımdır? Təbii ki, qüvvə dözümlülüyü. Neçə tərkib komponenti oldu? Təkrar edək. 2. Ümumi qüvvə və qüvvə dözümlülüyü. Qüvvənin bir çox növləri var. Baxaq hansılardır? Təkan qüvvəsi, partlayış qüvvəsi, zərbə qüvvəsi, ləng qüvvəsi və məxsusi qüvvə. Təkan qüvvəsi nədir? Təkan qüvvəsi maksimal qüvvə sərf edərək möhkəm itələmə və ya itələnmə deməkdir. Partlayış qüvvəsi, sürət gücdən də bu anlayış bizə tanışdır. Nədir partlayış qüvvəsi? Qısa vaxt ərzində maksimum qüvvə göstərmə qabiliyyətidir. Zərbə qüvvəsi nədir? Zərbə qüvvəsi isə maksimal qüvvə sərf edərək kəskin zərbə vurmaq. Ləng qüvvə. Ləng qüvvə yavaş hərəkətlər zamanı qüvvə sərf etmək və ya qüvvə göstərmək qabiliyyətidir. Hər birinin tərəfini yadda saxlamaq da rahatdır əslində. Hər birində demək olar ki, aşağı söz var. Ləngdə yavaş, zərbədə zərbə sözü və s. Hər birinin tərəfini çox rahatlıqla yadımızda saxlaya bilərik. Bəs məxsusi qüvvə nədir? Məxsusi qüvvə qabiliyyətinin inkişaf səviyyəsini müəyyən etmək üçün mütləq və nisbi qüvvələrə bölünür. Nədir mütləq qüvvə? Mütləq qüvvə deyirik ki, şagirdin öz bədənin çəkisindən asılı olmayaraq dəf edə bildiyi xarici müqavimətin maksimal çəkisidir. Öz çəkisindən asılı olmayaraq. Açıq sözdə orada maksimal çəkidir. Tərifində o sözlər yadımızda saxlaya bilərik. Yəni, testlərdə qarşımıza çıxsa. Yəni, nə deməkdir bu? Çəkisindən asılı olmayaraq idmançının dəf etdiyi xarici müqavimət çəkisidir. Maksimal çəkisidir.
Məsələn 110 kiloqramlıq ağırlıq qaldıra bilir, 120 qaldıra bilir, 130 qaldıra bilir. Öz ağırlığından asılı olmayaraq. Bu onun üçün sayılır mütləq qüvvə. 60 kiloqram çəkisi var, məsələn 110 kiloqram qaldırır. Və ya 90 kiloqram çəkisi var, 150 kiloqram ağırlıq qaldırır. Maksimum nə qədər qaldırır? 150 kiloqram. 150 kiloqram onun üçün mütləq qüvvədir. Nisbi qüvvə. Nisbi qüvvə nədir? Şagirdin dəf etdiyi xarici müqavimətin bədən çəkisinin nisbətidir. Mütləqdə maksimal çəkisidir. Burada isə şagirdin dəf etdiyi xarici müqavimətin bədən çəkisinə nisbətidir. Bunu gəlin nümunələrlə izah edək ki, daha aydın olsun sizin üçün. Nümunə üçün deyək ki, bir idmançının 60 kiloqram çəkisi var. Və 60 kiloqramlıq bir idmançı 120 kiloqramlıq maksimum bir ağırlığı qaldıra bilir. Bu zaman biz nisbi qüvvəni tapmalıyıq. Nisbi qüvvəni biz necə tapırıq? Bu idmançı üçün mütləq qüvvədir, 120 kiloqram. Mütləq qüvvəni çəkiyə bölürük. Aydındır? O zaman nisbi qüvvəni hesablamaq üçün biz 120-ni elə bil ki, bölürük çəkiyə. 120-də 60-a böləndə 2 düşür təbii ki. İndi gəlin bir nümunədə yazaq. Sonra müqayisə edək onları. Məsələn, yazaq 80 kiloqram. Çəkisi olan bir idmançıdır. Bu idmançı qaldıra bilir 130 kiloqramlıq bir ağırlığa maksimum. Bu zaman nisbi qüvvə olacaq onun üçün nə qədər? %30'u bölürük təbii ki 80'e. Sıfırlar getdi. 1. Deməli, əldə də təxminən 1,6. Təxminən 1,6. Nisbi qüvvə oldu 1,6. Baxın, niyə ikisini yazdım? Birincisində nisbi qüvvə oldu 2, onda oldu 1,6. Bu 130 kiloqram ağırlıq qaldıra bildi 80 kiloqramla. Bu isə 120 kiloqram, 60 kiloqramla. Çəki ilə. Hansı daha yaxşıdır? Hansı daha güclüdür? Təbii ki birinci. Burada nisbi qüvvə 2'dir, burada 1,6'dır. Yəni 60 kiloqram çəkisi olan 120 kiloqram qaldırıbsa, öz çəkisinə görə bundan daha güclüdür. Aydınmı? Yəni burada öz çəkisinə görə kim daha güclüdür onu müəyyən etmiş olur həm də. Deməli, ikinci idmançı ilə birinci idmançını müqayisə etsək, birinci idmançı öz çəkisinə görə ikinci idmançıdan daha güclüdür və daha çox ağırlıq qaldıra bilir. Bax, nisbi qüvvəni də formada hesablayır. Onu da qeyd edim ki, ümumi təhsil məktəblərində maksimal qüvvənin inkişafı nəzərdə tutulur. Hansı qüvvənin? Maksimal qüvvənin inkişafı nəzərdə tutulur. Qüvvənin inkişafı bir çox amillərdən asılıdır. Yəni təzahürü bir çox amillərdən asılıdır. Ən vacib əzələnin en kəsiyidir. Əzələnin en kəsiyi nə qədər qalın olarsa, əzələ qüvvəsi bir o qədər daha yaxşı inkişaf edir. Və onun üçün də biz ümumiyyətlə təhsil məktəblərində daha çox ilk olaraq ona fikir veririk ki, ilk olaraq dinamik hərəkətlərdən istifadə edərək biz əzələnin en kəsiyinin qalınlığını artırırıq. Təbii ki, biz dinamik hərəkətlərdən istifadə edərkən belə çalışırıq ki, yeknəsəklik yaranmasın. Yəni bezdirici olmasın. Yeknəsəklik sözü də bezdirici mənasını verir. Yəni bezdirici olmasın uşaqlar üçün maraqlı təşkil edirik. Oyunlar formasında, qrup formasında təşkil edirik ki, uşaqlar üçün daha maraqlı olsun. Və təbii ki, bir çox metodlardan istifadə edərək, hansı metodlardan istifadə ediriksə, dərsin sonunda izah zamanı qeyd edəcəm. Deməli, ilk oldu əzələnin en kəsiyi. Bəs başqa hansı amillərdən asılıdır? Əzələ liflərinin xüsusiyyətindən təbii ki. Düzdür, yeni dərsliklərdə qeyd olunmasa da, biz əvvəllər hər zaman deyirik ki, qüvvə qabiliyyətinin təzahür həm də əzələ liflərin xüsusiyyətindən asılıdır. Əzələ lifləri xüsusiyyətinə görə bilirik iki yerə bölünür. Birinci qrupa aiddir sürətli ağ, ikinci qrupa qırmızı ləng. Birinci qrupa aid olanlar, yəni ağ əzələ liflərindən ibarət olan yeniyetmələr daha sürətli olur və qüvvə qabiliyyəti də onlarda bir o qədər nə edir? Daha yaxşı inkişaf edir. Və başqa hansılardan asılıdır? Hərəkətləri yerinə yetirən əzələ qruplarını innervasiya edən sinir impulslarının tezliyindən asılıdır. Əzələnin elastikliyi və reaktivliyindən asılıdır. Əzələnin təbii ki, elastikliyi və reaktivliyi də
mütləq şəkildə qüvvə üçün vacibdir. O cümlədən aqonist və antagonist əzələlər arası koordinasiyadan da asılıdır. Nə deməkdir bu aqonist və antagonist? Sizin üçün maraqlı gələ bilər. Baxın, mən barmaqlarımı açıram, daha doğrusu bağlayıram və açıram. Düzdürmü? Əlimi bağladım, düzdürmü? Formada barmaqlarımı yığdım. Bu zaman bir qrup əzələ yığıldı. Digər qrup əzələ nə oldu? Açıldı. Baxın, yığılan hissə sayılır nə? Yığılan hissə bizim üçün sayılır aqonist. Açılan hissə isə antagonistdir. Aydındır? Aqonist, antagonist də odur. Və başqa hansı amillərdən asılıdır? Eyni vaxtda hərəkətin icrasında iştirak edən bir neçə əzələ qrupunun koordinasiyasından asılıdır və mübadilənin xüsusiyyətindən asılıdır. Bunlar təbii ki, qüvvə qabiliyyətinin inkişafı üçün əsas amillər hesab olunur. Ümumi təhsil məktəblərində qüvvə dərsləri 5 istiqamətdə planlaşdırılır. Neçə? 5 istiqamətdə planlaşdırılır. Hansılardır bunlar? 1. Yuxarı ətraflarda, 2. Aşağı ətraflarda, 3. Ön, 4. Arxa ətraflarda və 5. Qüvvə qabiliyyətinin təkmilləşdirilməsi. 5 istiqamətdə planlaşdırılır. Lakin bizdə sual olunsa bizə ki, neçə ətrafda? Ətrafı soruşursa neçə ətrafda inkişaf etdirilir? Ya hansı əzələ qruplarında inkişaf edilir? O zaman 4 götürürük. Yuxarı, aşağı, ön və arxa ətraflarda. Aydındır? İndi gəlin baxaq bunlara. Məsələn, yuxarı ətraflarda əzələ qüvvəsinin biz inkişafı üçün nə etməliyik? Hansı hərəkətlərdən istifadə etməliyik? 1. Yuxarı ətraflarda əzələ qüvvəsi. Yuxarı ətraflarda əzələ qüvvəsi deyəndə təbii ki, çiyin oynağı bunu əhatə edən əzələ qrupları, qol və bilək üçün olan əzələlər. Yəni, əzələlər üçün olan hərəkətlər. Həmin əzələlərin inkişafı üçün biz hansı hərəkətlərdən istifadə edə bilərik? Təbii ki, yuxarı ətraflarda biz əzələ qüvvəsinin inkişafı üçün istifadə edirik hansı hərəkətlərdən? Şagirdin öz çəkisi ilə yerinə yetirdiyi hərəkətlər, şagird yoldaşı, onun çəkisi və müqaviməti ilə yerinə yetirdiyi hərəkətlər, müxtəlif ağırlıqların daşınması ilə yerinə yetirilən estafetlər və oyunlar, qantellərlə olan hərəkətlərdir. O cümlədən təbii ki, kişi idman gimnastikasında alətlərlə yerinə yetirilən hərəkətlərdir, turnikdə olan hərəkətlərdir, paralel qollarda dayaqda irəlilənmə, paralel qollarda dayaqda qolların bükülüb açılması, paralel qollarda yerlənmə, turnikdə dediyim kimi dartınma, gimnastika, nərdivanla dırmanma, ayaqların köməkliyi ilə kəndirə dırmanma hərəkətindən istifadə edirik. Gimnastika nərdivan istinad edərək ondan itələnmə, uzanaraq dayaqda qolların bükülüb açılması hərəkətindən istifadə edirik. Qantelli hərəkətlərdən dediyim kimi istifadə edirik. Uzanaraq dayaqda topun bir əldən digərinə ötülməsi hərəkəti, uzanaraq dayaqda topun bir əllə itələnməsidir. Uzanaraq dayaqda irəlilənmə, uzanaraq dayaqda dairəvi hərəkət, rezini espanterlərlə yerinə yetirilən müqavimət hərəkətləri və s. Bu hərəkətlər hamısı yuxarı ətraflarda əzələ qüvvəsini nə edir? İnkişaf etdirir. İkinci, aşağı ətraflarda əzələ qüvvəsi. Aşağı ətraflarda əzələ. Aşağı ətraflarda əzələ qüvvəsi. Yəni, burada artıq aşağı ətraflar deyəndə artıq bud, baldır və digər əzələ qrupları nəzərdə tutulur ki, bunlar üçün də biz hansı hərəkətlərdən istifadə edirik? Tək ayaq üzərində və ya cüt ayaq üzərində oturub qalxmaq, yarım oturuşda irəlilənmək, onu həm də biz qaz yerişi deyirik. Sonra yerindən hoppanaraq irəlilənmə, yəni qurbağavari yeriş. Ondan sonra gimnastika skamyası üzərindən sağa sola yerindən tullanmalar, oturuşda baldırlardan tutaraq irəlilənmə və s. kimi hərəkətlərdən biz də aşağı ətraflarda əzələ qüvvəsi üçün istifadə edirik. Sonra qaldı bizdə son olaraq ön və arxa ətraflarda əzələ qüvvəsi.
Ön və arxa ətraflar üçün də biz istifadə edirik hansı hərəkətlərdən? Ön və arxa ətraflar üçün. Ön və arxa ətraflar üçün də biz istifadə edirik hansı hərəkətlərdən? Gövdənin bükülüb açılması, yəni pres hərəkətlərindən istifadə edirik. Sinə üstə uzanmış vəziyyətdə gövdəni qaldırıb endirməkdir. Gimnastika skamyası üzərində yerinə yetirilən müxtəlif hərəkətlərdir. Məsələn, köndələn qarnı üstə uzanmış vəziyyətdə gövdəni qaldırıb endirmə hərəkətindən istifadə edirik. Topla müxtəlif hərəkətlərdən istifadə edə bilərik. Nümunə üçün bildiyim ki, uzanmış vəziyyətdə topu ayaqlarla yuxarıya qaldırıb endirməkdir, baş üzərinə aparıb gətirmək və s. Bu kimi hərəkətlərdən biz ön və arxa ətraflar üçün də istifadə edə bilərik. İndi isə gəlin son olaraq qüvvə qabiliyyətinin təkmilləşdirilməsi üçün ümumən hansı hərəkətlərdən istifadə edirik? Təbii ki, həm yuxarı ətraflarda, həm aşağı ətraflarda, həm ön, həm də arxa ətraflarda istifadə olunan hərəkətlər ümumilikdə qüvvə qabiliyyətinin təkmilləşdirilməsi üçün təbii ki, istifadə edirik. Təkrar olaraq sadalayaq hamısını. İdman gimnastikasında alətlərdə olan bütün hərəkətlər, dayalı tullanmadır, dəstəli atdır, poleqollardır, turnikdir, halqalarda olan hərəkətlər hər biri qüvvəyə aiddir. Rezin espantellərlə yerinə yetirilən müqavimət hərəkətləri, ağırlıqlarla yerinə yetirilən hərəkətlərdir və onların daşınması ilə, o cümlədən qüvvə dayanacaqları olan dairəvi estafetlərdir. Ondan sonra əzələ gərginliyi üçün olan hərəkətlərdən istifadə edirik. Poleqollarda dediyim kimi yellənmədir, irəliləmədir, paralel qollarda dayaqda qolların bükülüb açılmasıdır, uzanaraq dayaqda qolların bükülüb açılmasıdır, uzanaraq dayaqda dairəvi hərəkət, uzanaraq dayaqda irəliləmədir, uzanaraq dayaqda topun bir əllə itələnməsi, uzanaraq dayaqda topun bir əldən digərinə ötürülməsidir, gimnastika nərdivanına dırmanma, kəndirə dırmanma, alətdən itələnmə, gövdənin bükülüb açılmasıdır, tək ayaq üzərində oturub qalxma, cüt ayaq üzərində oturub qalxma, oturuşda və yarım oturuşda irəlilənməkdir. Gimnastika skamyası üzərindən sağa-sola yenidən tullanmalardır. Qurbağavari yerişdir. Və təbii ki, biz topla hərəkətlərdən də istifadə edirik. Topla hansı hərəkətlərdən istifadə edirik? Bayaq dediyim kimi, uzanmış vəziyyətdə topun ayaqlarla yuxarıya qaldırıb endirilməsidir. Topun baş üzərində dairəvi hərəkəti. Düzdür, bu hərəkətlər əyilgənlik üçün də istifadə oluna bilər topsuz olanda. Topsuzdursa əyilgənlik götürürük, amma top varsa bir ağırlıq kimi istifadə olunur və bu zaman biz onu nə götürürük? Qüvvə qabiliyyəti təbii ki, götürürük. Məsələn, topun baş üzərində dairəvi hərəkəti. Amma topsuz olanda o hərəkət əyilgənlikdir. Və s. bu kimi hərəkətlərdən biz istifadə edə bilirik qüvvə üçün. Və qüvvə qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü neçə yaşdır? Qüvvə qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü 12-18 yaşdır. Neçə yaşdır? 12-18 yaş qüvvə qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü hesab olunur. Bəs yaşı qüvvə hansı hər iki qabiliyyətlərlə əlaqəlidir? Qüvvə təkcə bir hər iki qabiliyyətlə əlaqəlidir. Hansı hər iki qabiliyyət o da? Sürət güc. Sürət güc hər iki qabiliyyəti ilə əlaqəlidir. Yaş hansı funksional sistemlərlə əlaqəsi var? 3 funksional sistemlə əlaqəsi var. Əzələ sistemi, dayaq hərəkət aparatı və ürək damar sistemi. Təkrar edirəm, əzələ sistemi, dayaq hərəkət aparatı və ürək damar sistemi. Bu 3 sistemlə əlaqəlidir. Metodlar. Hansı metodlardan biz qüvvə qabiliyyəti inkişafında istifadə edə bilərik? Təkrar seriyalı metod, ondan sonra izometrik, piramida, zərbə, dairəvi metodlarından istifadə edə bilərik. Son olaraq qiymətləndirmə hərəkətləri. Diaqnostik və böyük summativdə biz istifadə edirik hansı hərəkətdən? Tunikdən. Qızlar üçün alçaq, oğlanlar üçün isə hündür tunikdən dartınma. Sadalarla dartınma hərəkətindən istifadə edirik. Kiçik summativdə də oğlanlar üçün hündür tunik, o cümlədən qızlar üçün də alçaq tunikdən, sonra oğlanlar üçün uzanaraq dayaqda qolların bükülüb açılması hərəkətindən də istifadə edirik. Qızlar üçün isə həmin hərəkət skamyada yerinə yetirilir. Gövdənin bükülüb açılması həm qız, həm oğlanlar üçün, kəndirə dırmanma həm oğlanlar, həm qızlar üçün, bir də ki, bir əl dayaqda
tək qıç üzərində oturub qalxma hərəkətləri. Bax, bu sadaladığımız hərəkətlər də qiymətləndirmə hərəkətləridir. Yəni, bu hərəkətlərlə biz normativləri götürürük. Bu qədər.